Davud Abdullayevin 9 yaşı var. Ağdamın Əhmədağalı kəndində yaşayır. Elə tanışlığımız da adı çəkilən kənddən keçərkən təsadüf nəticəsində yarandı. Yol kənarında yerləşən kənd stadionunda atası Nazim Abdullayev ilə birgə məşq edirdi. Ayaq saxlayıb söhbətləşərkən məlum oldu ki, Tərtər Olimpiya kompleksində Elfariz müəllimin yanında futbolun sirlərini öyrənir. Artıq Sabah Futbol Akademiyasının burada apardığı seçimlərdən də uğurla keçməyi bacarıb. Sənin adın nədir? Mənim adım Davuddur. Neçə yaşın var? 8. Hansı futbolçunu bəyənirsən ən çox? Mən Juninho. Juninho-nu. Lap yaxşı. Böyüyəndə hansı komandada oynamaq istəyərsən? Qarabağ komandasında. Uğurlar sənə. Həftədə 3 dəfə uzun yol qət edərək Tərtərə gedən Davud, həftənin digər günlərində də boş dayanmır. Futbola böyük sevgisi olan balaca burada məşqlərini davam etdirir. Kumiri hazırda Braziliya nəhəngi Flamengoda çıxış edən sabiq Qarabağlı Juninhodur. Ən böyük arzusu isə gələcəkdə Ağdamı təmsil edən Qarabağda forma geyinməkdir. Allah arzularına çatdırsın Davud. Səndə ki bu istək, bu həvəs var, xəyalların bir gün mütləq gerçək olacaq.